Xeyir olsun. Salam Məhəmməd. Salam müəllim. Deməli biz sizinlə bir mövzu keçmişik. Bu informatikanın əsas anlayışları idi. Ölçü vahidləri və s. O dərslə bağlı kimin nəsə bir problemi varmı? Yəni başa düşmüsünüz dərsi? Çətin gəlmədi. Mən Xeyr, orada müəllim. bir dənə kilobayt dedi, kilobit falan var idi suallarda. O hissəni biraz başa düşmədim. O kilobiti bu dəqiqə öyrənməyiniz vacib deyil. Əslində elə çətin deyil. Yəni bu dəqiqə əsas bizim keçdiyimiz hissələr lazımdır. O kilobitdir və s. onları izah eləmək sonranın şey. Baza olaraq məncə düşünürəm ki, yetəri qədər birinci dərslə bağlı məlumatınız var. Ölçü vahidlərinin arasını keçid eləmək. Bəli, tamam. Əla, bizə də o lazımdır. İndi bugünkü dərsimiz olacaq alqoritm. Bu əslində ödənişsiz dərslər həftədə 2 dəfə də təşkil oluna bilər. Sadəcə olaraq belə deyək də, o ehtiyac yoxdur həqiqətən həftədə 2 dəfə ödənişsiz dərslərə qoşulmağa. Niyə? Çünki indidən biz bu fənlərdən bir növ bezməyək də, bu məqsədlə biz bunu həftədə bir dəfə edirik. İndi bu dəfə də biraz hesab tipli bir dərs keçirəm, hesablama xarakterli, amma gələn dəfə inşallah nəzəri bir dərs keçəcəm. Çünki bəzən ancaq bir gücü hesablamaya verəndə ki, hesablama çox deyil əslində. 5 dənə hesablama sual düşür, 20 dənə nəzəri sual. İndi baxın, bu dərsdə də siz görəsiniz ki, belə deyim, siz mənim bütün izahlarımı bütün mövzuda başa düşürsünüz. Bu hesab tərəfidir. Amma inşallah gələn dəfədə mən sizə bir nəzəri tipli bir dərs keçəcəm, hardware dərs keçəcəm, hansı ki, yenə deyirəm, çətin dərsdir. Yəni hardware asan dərs deyil, qurğular. Amma inşallah biz orada elə bir işlər görəcəyik ki, həqiqətən siz elə biləsiniz ki, ömür boyu siz hardware-ni bilirsinizmiş kimi. Bax belə gələcək sizə. Ona görə çalışın, mümkün qədər dərslərdə iştirak edin. Çünki bu dərslər həqiqətən çox yararlıdır. Bunların yararını sözlə ifadə etmək həqiqətən çətindir. İnşallah bunu nə demək istədiyimi sentyabr ayında görəsiniz. Bugün başlayırıq alqoritmə. Alqoritm nədir? Əslində keçmişdə bir-birinə bənzəyən riyaziyyat məsələlərini həll etmək üçün istifadə olunan qaydalara alqoritm deyirlər. Amma sonralar bu alqoritm gəlib bir növ belə deyək, digər fənlərə də sirayət elədi. Yəni inteqrasiya elədi, təsir göstərdi. Məsələn, alqoritmi birinci mən sizə lore izah edeyim, sonra elmi tərifini deyim. Bax, biz gün ərzində müxtəlif işlər görürük. Bu işlər ayaqqabımızın bağını bağlamaqdan tutmuş, bankomatdan pul çıxartmağa gedir. Yəni gün ərzində bir şəxsin, bir tələbənin, bir nə bilim xanımın, bir işə gedən kişinin, oxuyan tələbənin qarşısına qoyulmuş bir növ qayğılar var, bir növ məsələlər var. Əgər biz hər hansısa bir məsələni həll edə biliriksə, demək ki, biz o məsələnin alqoritmini, həlli yolunu bilirik. Yəni həll olunan məsələyə deyil də, həll olunan məsələnin həllinə biz alqoritm deyirik. Bankomatdan pulun çıxardılması bir qarşıya qoyulmuş məqsəddir. Amma bankomatdan pulu çıxardan zaman sizin yerinə yetirdiyiniz əməliyyatlar alqoritmdir. Qısası deyirəm, alqoritm hər hansısa bir problemi həll etməyin yoludur. Bu qədər sadə. Yenə deyirəm, gün ərzində siz özünüz də bilmədən neçə dəfələrlə alqoritmə istifadə edirsiniz. Yemək yeyirsən, alqoritm. Bax, fikir verin, balıq yeməklə sizcə düyü yeməyin alqoritmi eyni ola bilər? Xeyr. Xeyr. Əgər sən xeyr cavabını verirsənsə, demək ki, sən həqiqətən alqoritmin nə olduğunu başa düşdün. Sən başa düşdün ki, balığı yemək üçün başqa bir qayda lazımdır. Düyünü yemək üçün başqa bir qayda lazımdır. Bu alqoritm budur. Qeyri-adi bir dərs deyil, çətin dərs deyil. İnşallah dərsin sonunda görəsiniz ki, həqiqətən asandır. Sonra baxın uşaqlar, bir daha deyirəm, biz alqoritmləri həyatda da plus kompüterdə də yaza bilərik. Əgər bir məsələnin həlli yolu varsa, riyazi məsələdən söhbət gedir, amma burada təbii ki, balıq yeməyin alqoritmini kompüterdə yazmaq olmaz. Hər hansısa bir riyazi məsələnin həlli varsa, o həlli biz kompüterdə də yaza bilərik. Məsəl üçün, bax, gəlin bunu sizə izah edeyim, nə deməkdir. Bu 6 mərhələni biz əzbər bilməliyik, prosta əzbərləməyin, ehtiyac yoxdur. İndi mən elə bir izah eləyəcəm ki, ömrü yadınızda qalacaq. Baxın, məsələn, birinci mərhələ
məsələnin qoyuluşudur. Müəllim sənə bir tapşırıq verir. Get mənə düzbucaqlının sahəsini kompüterdə hesablayan bir proqram yaz. Birinci mərhələ təbii ki, məsələnin qoyuluşudur. Müəllim ortaya bir məsələ qoydu. Sən də tələbəsən. Təbii ki, insan olaraq bizim qəbul etdiyimiz bütün informasiyaları analiz etmə xüsusiyyətimiz var. Yəni sənə kimsə bir söz deyir. Məsələn, biri sənə deyir, məsəl üçün də yolla getdiyin yerdə. Biri səndən yol soruşur, biri səni üzr istəyirəm təhqir edir. Həmin dəqiqə sən bunu hardan bilirsən ki, biri təhqir elədi, biri yol soruşdu. Bunu beyin analiz edir istər-istəməz, özümüzdən asılı olmayaraq. Yəni əzbərləməmək üçün deyirəm, amma məsələni müəllim ortalığa qoyursa, sənin beynin ikinci növbədə bunu məsələnin qoyuluşundan sonra analiz eləməlidir. Analiz eləyib tapırsan ki, həqiqətən orta məktəbdə bizə keçmişdilər ki, düzbucaqlı üçbucağın əgər tərəfləri A və B, düzbucağın daha doğrusu, tərəfləri A və B-dirsə, onun sahəsini A vur B ilə tapmaq olar da. Yəni 3-cü mərhələdə bunun həlli yolunda tapdın. Daha sonra indi aparsan ki, bunu müəllimə verəsən ki, müəllim tapmışam bu de. S bərabər A vurulsun B. Müəllim qayda deyir ki, bəs mən sənə dedim axı, onu mənə kompüterdə həlli yolunu tap gətir. Dördüncü mərhələ uşaqlar. Dördüncü mərhələ nədir? Dördüncü mərhələ alqoritmin proqramlaşma dilində təsviridir. Təbii ki, biz insanıq. İnsanların xas danışıq dili, ünsiyyət dili varsa, kompüterlərində bir ünsiyyət dili var. Kompüterin başa düşdüyü dilə proqram dili deyilir. O dəqiqə tələbə beynində analiz edir ki, mən S bərabər A vurulsun B yazsam, kompüter bunu başa düşməyəcək. Yəni S bərabər A vurulsun B-ni bax belə yazın. Bu sizə lazım deyil, məsələ üçün deyil. Dördüncü mərhələdə tələbə bunu kompüterdə yazdı. Artıq kompüterdə yazmışam. Və 5-ci mərhələdə sənin proqramının testləşmə və sazlama mərhələsidir. Bu nəyə oxşuyur? Elə bil ki, bizim kompüterə yazdığımız kodların içində səhv də ola bilər axı. Məsələn, bax mən proqramist olaraq bilməsəm ki, S-dən sonra bərabər qoymazdan əvvəl qoşa nöqtə qoymalıyam ki, sağın qiymətini özünə götürsün. Bu proqram səhv çıxacaq. Deməli, 5-ci mərhələdə mən bunu yoxladım. Ən sonuncu mərhələdə də nəticələri analiz edirsən. Necə analiz edirsən? Deyirsən ki, gəl bu düzbucağın tərəflərini bir dəfə 7, bir dəfə 4 verin. Onda bunun cavabı 28 eləməlidir. Bir-birinə vurulur axı. Bir dəfə 6, bir dəfə 5 verin. O zaman 30. Bax, belə-belə bir yoxlayırsan bir 10 dənə, görürsən ki, proqram düz işlədir. Bu da oldu məsələnin kompüterdə yazılma ardıcıllığı. Bax, bu bunun əsl yoludur. Elmi dildə yolu budur. Yox, əgər deyirsən ki, müəllim, mənə bu lazım deyil, biraz çox danışdınız, onda sənə mən başqa bir yolda deyim. Uşaqlar, birinci məsələnin qoyuluşu olmalıdır. Problemi biz həmişə birinci ortalığa atırıq. Ən axırda da nə olur? Nəticə. Nəticə deyilən şey təbii ki, hər şeyin axırında olmalıdır. Məsələnin qoyuluşunu tapmaq 2 vur 2-dir, çünki bundan başlamalıdır. Məsələnin. Görürsünüz, bunlar bir-birinin ardıca gəlir. Sonra alqoritmin. Bunlar da bir-birinin ardıca gəlir. Sən olsa bilirsən, 6 da nəticə olmalıdır, ortaya da 5 qalır. İndi bunu birazdan testini sizə göstərəcəm. Görün necə 3-4 saniyə içində yaza bilirsiniz. Başa düşdünüzmü uşaqlar? Deyin görək. Biraz aktiv olun. Yəni burada heç kimi görmürürsünüz da. Suallarınız olanda, probleminiz olanda deyin mütləq şəkildə. Bunları Bir də testləşdirmə hissəsinə bir də izah verə bilərsiniz. Necə? Bu testləşdirmə hissəsi 5-ci hissə. Testləşdirmə nədir? Testləşdirmə, məsəl üçün mən S bərabər A vurulsun B yazıram dəftər üzərində. Düzdürmü? Sonra mən bunu proqram dilində yazandan sonra belə yazıram. S bərabər A vurulsun, bu proqram dilidir. Amma bizim proqram dilində yazdığımız kodlarda səhvlər ola bilər. 5-ci mərhələdə bunu testləşdirib və sazlayırıq ki, görün burada nəsə bir səhv var. Bəli. Aha, bu da belə. Filan nəyi deyirsən bir daha bayasalım? Bunu, yəqin ki, bunu deyirsən. Bunu əzbərlədik. Birinci məsələnin qoyuluşu oldu. Sonra məsələnin qoyuluşundan sonra ardıca məsələnin gəlir. Bax, məsələnin arda-arda gəlir. Sonra gəlir alqoritmin arda-arda. Ən axırda da nəticə gəlir. Burada deyə bilərsən ki, müəllim,
Mən qarışdıracağam axı indi nə bilim bu alqoritm birinci gəlməlidir yoxsa bu. Burada yaradılması həmişə birinci olmalı. Çünki bir şey yaratmadan daha doğrusu onu təsvir edə bilmərsiniz. Birinci yaradırıq, sonra onu təsvir edirik. Onda bax, həmən çox uzağa getmədən, bax 1 saniyə səbirli olun. Mənə 3-cü sualın cavabını deyin. Bir dəqiqə bu kimsə qoşulunu qəbul edeyim. Aha, 3-cü sualın nə olar uşaqlar cavabı? İndi sizə izah elədiyimdir. Bu məntiqlə baxın, yazın. C. Sonra C. kimdən? Necə yazdınız C? Necə tapdınız? İzah İlk edeyim mi? məsələnin qoyuluşudur. Ay, sağ ol. Sonra Məsələni analizi. Sonra məsələnin analizi və tədqiqidir. Sonra yaradılması da alqoritmin Ay, sağ ol. yaradılması. Sonra Sonra yenə təsviri də alqoritm. alqoritmin. Bəli. Axırda nəticə. Aha, axırda nəticə bir dənə birinci də testləşdirmə və sazlama da nəticədən əvvəl olur. Bəli, bu qədər sadə. Yəni elə də asan deyil ha. Yəni biraz çətinlik çəkdirsə pis olmayın, amma öyrənəcəyik. Sonra qaydırıq sürətli şəkildə qaldığımız yerə. Hə, növbəti gəlir alqoritmin xassələri. Ümumiyyətlə keçən dərsdə də gördünüz ki, biz informasiyanın xassələrini öyrəndik. Və qeyd etdik ki, informasiya bu xassələri ödəməsə, informasiya sayılmır. Eyni cür, alqoritmdə bizim bu dediyimiz xassələri ödəməsə, alqoritm sayılmır. Demək, birinci, alqoritmin var determinlik, yəni müəyyənlik xassəsi. Çox asandır. Bax, elə qəbula da, hara desəz belə də düşəcək. Müəyyənlik xassəsi nə ola bilər ki? Müəyyənlik xassəsi deyir ki, alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələnin yerinə yetirmə ardıcıllığı müəyyən olmalıdır. Yəni, deyir ki, sən durub necə gəldi alqoritm yaza bilmərsən, necə gəldi proqram tətbiq edə bilmərsən. Niyə? Çünki elə eləməlisən ki, onu hamı başa düşsün. Yəni, belə çıxır ki, əgər mənim qurduğum alqoritmdə müəyyənlik yoxdursa, başa düşümlülük yoxdursa, bunun heç kimə bir faydası da olmayacaq. Da neymirəm onu, o insanları bunu necə alqoritm görsünlər. Ona görə alqoritm mütləq müəyyən olmalıdır, bəli. Ola bilər ki, sən onu əvvəl bilmərsən. Məsəl üçün deyirəm, velosiped sürməkdir. Heç kim demək olar ki, doğulan kimi velosiped sürə bilmir və yaxud ilk dəfə velosipedi götürən kimi sürə bilmir. Amma velosiped sürməyin bir alqoritmi var axı. Sənin bunu bilməməyin, onun müəyyənlik xassəsini ödəmədiyi anlamına gəlmir. Bilmirsən, öyrən. Amma elə bir alqoritm qursalar ki, məsələn, velosipedi sürmək üçün tutaq ki, əllərinlə pedalları fırlamazsa, görürsən bu mümkünsüzdür də, düzdür? O alqoritm deyil. Məncə, alqoritm müəyyən olmalıdır. Yəni, onu hamı başa düşməli və əvvəl-axır öyrənib tətbiq etməyi bacarmalıdır. Mən bunu mənasını izah edirəm. Amma testdə yazdırmaq istəyince bunu 2/2-dir. Müəyyənlik müəyyən olmalıdır. Bitdi, getdi. Kütləvilik xassəsi nədir? Gəlin bunu siz mənə izah edin. Necə? Bax, sizə bir düzbucaqlı verirəm. Qəsdən bu düzbucaqlı fiqurunu çəkirəm. Niyəsini birazdan başa düşərsiniz. Bu düzbucağının tərəflərindən biri 7 və 6-dırsa, bunun sahəsini necə tapırsınız? Bir-birinə vurmaq. Bir-birinə vurub. Ay, sağ ol, 7 və 6. Bəli, bu düzbucağını biraz böyüdürəm. Tərəflərinin birini 10, birini 5 verirəm. Necə tapırıq sahəsini? 10 vur 5. Onu bir şey yapalım. Ay, sağ ol. Yaxşı, siz gedib bir ev almaq istəyirsiniz. Aldığınız evin eni 20 metr tutaq ki, həyət yəni sahədir, uzunluğu da 30 metr. Bu neçə kvadratdır yenə də? 20 vur 30. Bəli. Uşaqlar, belə çıxır ki, düzbucaqlıya bənzəyən istənilən fiqurun sahəsini necə hesablayırlar? S bərabərdir A vurulsun B. Razısınız bundan? Düzdür, bəli. Bəli. Kütləvilik xassəsini mən sizə oxuyuram. Görün necə qəşəng başlar hamısı yerinə oturacaq. Deyir ki, bir dəqiqə qəbul edə bir nəfər var. Deyir ki, kütləvilik xassəsində müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm, hanı müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm? Bu deyil bu. Həmin tipdən olan bütün məsələlərin həlli üçün hanı həmin tipdə olan bütün məsələlər? Bax bu. Dünyada nə qədər düzbucaqlı formasında olan fiqur, sahə, nə bilim, ev varsa, hamısının sahəsini belə hesablayır. S bərabərdə A vurulsun B.
Yəni həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Bəli. Deyir ki, əgər sənin düzəltdiyin alqoritm bir dənə sənin öz işinə yarayırsa, bu alqoritm deyil. Alqoritm müəyyən olmalıdır və bir məsələ üçün yox, həmin tipdən olan, bax orada çox önəmlidir ha, həmin tipdən olan cümləsi də olmalı. Niyə? Çünki sən S bərabərdir A vurulsun B-lə, heç vaxt, məsəl üçün deyirəm, paralelepipedin həcmini hesablaya bilmərsən. Çünki həmin tip deyil, axı başqa tipdir. Bəli, kütləvilik xassəsinin tərifində bir də sanki elə bir məsələ var ki, bütün sözü var burada. Bütün məsələ bura nə görə qoydu. Bu da belə. Bu da kütləvilik xassəsi. Növbəti gəlir nəticəvilik xassəsi. Çox asan. Ekran getdi müəllim. Bəli. Ekranda görsənmir. Ekran getdi. Görsənmir. Qoy. Dəqiq. Bəlkə sən də görsənmir təkcə. Bəyər görsənmir. İndi görsənmir. Görsənir. Görsənir müəllim. Yox, mən ekran paylaşmışam. Bəlkə səndə nəsə internetdə problem var. Görsəndi indi səndə? İndi göründü müəllim, bəli. Aha, hə. Uşaqlar, nəticəvilik xassəsi də deyir ki, alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır. Nəticəli olmalı. Çox uzatmıram bunu. Ümumiyyətlə görəsiniz, mən dərsi uzada keçməyi sevmirəm. Cəmaatın 2 saatda öyrəndiyi dərsi mən sizə söz verirəm ki, 30 dəqiqədə öyrənəsiniz. Hətta 30 dəqiqədən də az. Sadəcə olaraq mən nə deyirəmsə ona fokuslanın. Yəni burada bir şeyin üstündə mən 2 dəfə qalmaqda məqsədim sənə belə deyim də, sənə başa salmağa çalışıram ki, ehtiyac yoxdur saatlarla oturub əzbərləməyə. Orada açar məqamlar, açar nüanslar var. Onları görə bilsəz, 2 vur 2-dir. İnanın ki, görə bilməsəz, informatikaya yaxın durmaq olmur, çətindir. Bəli, yeni fəndir, nəzəriyyəsi çoxdur. Ona görə də əgər qarşına qoyub, başını belə aşağı salıb, əzbərləməyə çalışsan, çox qabağa gedə bilməyəsən. 2-ci, 3-cü dərsdən sonra deyəsən ki, bu nədir? Bu vəxşi. Deyəsən ki, bu da ingilis dili kimi. 5 dənə yazsan bəsin. Amma yox, mən dediyim metoddan öyrənin, görün axırda ən sevimli fəninizə çevirir, yoxsa çevrilmir. Diskretlik xassəsi. Biz alqoritmi, daha doğrusu informasiyanın 2 növünü keçmişdik. Bunlardan biri nə idi? Analog. Digər nə idi? Rəqəmsal. Bunun hansı kəsiləni idi? Keçməmişəm bunu. Ola bilməz keçməyim. Rəqəmsal kəsiləndir, yoxsa analog? Deməyibsiz müəllim bunu bizə. 100%. Məncə də deməyibsiniz. Analog Deməyibsiz müəllim. müəllim. Xeyr. Amma deyəsən analogdur. Yaxşı. Sizcə mən bu dəqiqə sizə dərsi rəqəmsal keçirəm, yoxsa analog? Rəqəmsal. Rəqəmsal, bəli. Çünki kompüterdən keçirəm. Amma dərsi sizə kursda keçsəm, sinifdə, o ki analogdur. Sizcə bunun hansı kəsilə bilər? Rəqəmsal. Rəqəmsal. Ay, sağ ol. Çətin bir şey deyil. Rəqəmsal kəsilə bilər. Çünki bu dəqiqə bizim internetimiz getsə, bütün aləm dəyəcək bir-birinə və yaxud sizin telefonunuz xarab olsa, rəqəmsal informasiya uşaqlar kəsilən informasiyadır. Kəsilən sözü də diskretdir. Mən çox böyük səhv eləmişəm, bunu deməmişəm. Diskret. Diskret sözü kəsilən deməkdir. Bax, buradan da yazıram. Kəsilən. Gəlin, indi görək bu kəsilənlik xassəsi nə deməkdir ki, diskretlik xassəsi var. Uşaqlar, bax, tərifində deyir ki, hər bir alqoritm nə idi? Qayıdıram əvvələ. Bir işi görməyin yolu. Aha, bunun üstünə x qoyuram və deyirəm. Hər bir işi görməyin yolu ayrı-ayrı addımlardan təşkil olunmalıdır. Yəni ki, məsələn, tutaq ki, deyirəm, atıram. Bankomatdan pul çıxartmaq özü bir alqoritmdir. O pulu çıxartmağın yolu. Gəlin görək, həqiqətən bu bir dəfədə baş verir, yoxsa bir neçə dəfədə baş verir. Birinci nə edirsiniz? Birinci, bankomata kartımızı daxil edirik. İkinci, kod yazırıq. Üçüncü, balans yazırıq. Dördüncü də nə bilim, indi bəzi bankomatlarda Təsdiqləyirik. Ayda təsdiqləyirik, enter düyməsini vururuq. Bax, görsən, həqiqətən də düz deyirlər, bax. Hər bir işi görməyin yolu heç bir halda bir dəfədə baş verə bilməz. Onda bilsə nəyə oxşayardı? O, hər hansı bir videonun kadrlarını sürətləndirirlər, 2x-nə baxırlar, ona oxşayardı. Bəli, hər bir alqoritm ayrı-ayrı Raf, buyur. Raf, nəsə əlin qaldırdın, yoxsa əlin dəydi?
Məsələn, uşaqlar, bəli, hər bir alqoritm ayrı-ayrı addımlardan təşkil olunur. Bunu deyir. Deyir ki, hər bir alqoritm, qardaş, ayrı-ayrı addımlardan təşkil olunur. Bir dəfədə baş vermir. Həqiqətən də elədir. İnsanın həyatda da belədir. Qarşıya qoyduğu məqsədə heç vaxt bir dəfədə çata bilməz. Xırda-xırda, balaca-balaca. Bugünkü gün tutaq ki, sənin gələcəkdə qarşına qoyduğun bir vəzifə var, bir iş var. O bir məqsəddir də, bir ali məqsəddir, bir işdir. Sən o məqsədə gedib çatmaq üçün müəyyən alqoritmlərdən istifadə edirsən və o alqoritmlərdə balaca-balaca addımlara bölünür. O addımlardan biri məsəl üçün elə bugünkü gün ödənişsiz dərsə qoşulmağındır. Başladı və kəsildi. Növbəti addım sənin gəlib əyani dərslərə, yəni sentyabrdakı dərslərə qoşulmağındır. Ondan sonra testlər. Görsən, bir məqsədə çatmaq üçün səni aparan yollar bir dəfədə gedib çıxmır. Mütləq başlayır, kəsilir, başlayır, kəsilir. Bunu deyir. Yəni, biz onsa bunu bilirik əslində. Bu da oldu alqoritmin 4 dənə xassəsi. Alqoritm bunları ödəməsə, alqoritm hesab olunmur. Növbəti gəlir alqoritmin təsvir üsulları. Uşaqlar, alqoritmin 4 dənə təsvir üsulu var. Bankomatdan pul çıxardırsınız, birdən bir yaşlı nənə yaxınlaşır, deyir ki, valla bu pulu mən buradan çıxartmağın yolunu bilmirəm. Həmin dəqiqə ona necə başa salarsınız alqoritmi? Yəni bankomatdan pul çıxarma alqoritmini. Sözlə təsvir. Ay, sağ ol. Sözlə təsvir budur. Bir işi başqa bir şəxsə sözlə başa salırsan yolunu. Alqoritmik dillə təsvir. Bundan istifadə eləmirik, prosta adını bilməliyik. Sizcə bu proqram dili ən yığcam, ən sadə olar, yoxsa ən yığcam, ən mürəkkəb? Sadə olar. Yox, sadə olmaz. Ən yığcam, ən Ən yığcam, ən mürəkkəb. Bəli, ən yığcam, ən mürəkkəb təsvir üsuludur. Alqoritmik dil. Qrafiki blok sxem. İndi birazdan bunu izah edəcəm. Psevdokoda ehtiyac yoxdur. Uşaqlar, blok sxemləri bilmirəm, bilirsiniz, tanıyırsınız ya yox, bunlar. Orta məktəbdə bəlkə keçələr. Bu blok sxemləri, bəli, bilirsiniz, laf əzbər bilməlisiniz. Bax, bu başlanğıc və ya son blokudur. Məsələn, mən olsam belə yadda saxlayaram. Buradan bir nöqtə götürsəm, başlayacağım, sonra gəlib orada bitəcək. Proses blokudur, hesab blokudur. Yuxarıda mənim düzbucaqlı çəkməkdə məqsədim o idi ki, düzbucaqlı çəkdik, sonra içində nə yapardıq? Hesablama. Bəli, proses blokudur bu, hesab blokudur. Bunun içində həmişə nəyisə hesablayacağıq. Vurma ola bilər, bölmə ola bilər, çıxma ola bilər. Daxil etmə blokudur. Məsələn, bax, burada daxil eləyəsən. A-nın qiyməti 5, B-nin qiyməti 10. İndi testdə izah edəndə görərsiniz mən nə demək istəyirəm. Çox asandır. Bu şərt blokudur. Bəzən buna biz müqayisə bloku da deyəcəyik. Bax, bu paralel var. Bunun uşaqla bir hə qolu olacaq. Bir də bunun yox qolu olacaq. Sizcə bax, burada A-nın qiymətini 5, B-nin qiymətini 10 vermişəm. Mən bura A böyükdür B yazsam, hansı tərəfə getməliyəm? Həyə gedim, yoxa gedim. Yox, müəllim, yoxa. Aha, niyə yoxa? Çünki B A-dan böyükdür. Ay, sağ ol. Burada mən elə ki deyirəm ki buna, sual verirəm əslində. A B-dən böyükdür. Sən deyirsən, yox, A 5-dir, B də 10. A B-dən böyük deyil, onda getsən yox tərəfə. Bu modifikasiya blokudur. Bunu birazdan izah edəcəm. Bu da ki, çap etmə blokudur. Bunun içində məlumatlar çapa gedir. Bu lazım deyil. Belə. Və son olaraq alqoritmin növləri uşaqlar. İndi deyə bilər ki, mənim bu nədir? Aləm dəydi bir-birinə. Növü var, təsviri var, nə bilim, xassəsi var. Narahat olmayın. Yəni zamanla öyrənilə biləsi şeylərdir. Bax, ən çox lazım olan hissə buradır. Ona görə çox diqqətlə qulaq asın. Alqoritm 3 növ var. Birinci, xətti alqoritmdir. Xətti alqoritmdə yerinə yetirilən məsələlər bir dəfədə yerinə yetirilir və bitir. Məsələn, nə deməkdir bu? Tutaq ki, deyirəm, məsəl üçün, belə bir misal çəkim. Sinifdə bir X tələbə var. X tələbə ilə özüm yazdım. Sinifdə bir tələbə var, bu tələbənin adı Adil. Müəllim tələbəyə deyir ki, Adilə deyir ki, Adil, dur, çıx çölə. O müəllim də hörmətlə yanaşır, deyir, yaxşı, mənim çıx deyirsin, çıxın. Görürsünüz, bu sanki xətti alqoritmə misalı, təxmin izah edirəm, aynı birazdan məsələlər üzərində deyəcəm. Həm, Adil çıxdı çölə, bu xətti alqoritmdir. Amma budaqlanan alqoritmdə mütləq şəkildə biz seçim qarşısında qalmalıyıq. Budaqlanma budur, şaxələnmə budur. Nə deməkdir?
Müəllim Adilə deyir ki, Adil, əgər, bax, əgər sözü çox önəmlidir, şərt budur. Əgər sən dərsini oxumusansa, şərtə bax, sən dərsini oxumusansa, gedə bilərsən, onsuz da bu dərsi bilirsən. Yox, dərsini oxumamısansa, gedə bilmərsən, qal dərsə qulaq as. Adil də indi baxır ki, bu şərtlərin hansı buna uyğundursa, o şərtə uyğun davranır. Başa düşdünüz? Bax, şərt, budaqlanan alqoritm budur. Dövrə alqoritmdə isə adı üstündə dövr eləyəsən, gələsən aşağı, qaydasan yuxarı, gələsən aşağı, qaydasan yuxarı. Sizcə bu əvvəl-axır bitməlidir, yoxsa yox? Bitməli. Bəli, Bitməlidir. hansı xassiyyəyə görə bitməlidir? Alqoritmin hansı xassiyəsidir? Nəticəvilik. Ay, sağ ol, nəticəvilik xassiyəsi, bəli. Uşaqlar, alqoritmin növlərinin özünün də növləri var. Uşaqlar bunu yadda saxlamaqda çətinlik çəkir. Amma baxın, birinci növ alqoritm xəttidir, sıra nömrəsinə görə. Əslində belə deyil, yəni bu qayda deyil, prosta özümüzdən deyil. Xətti alqoritm birinci gəlir, bunun bir növü var, o da özüdür. Budaqlanan alqoritm ikinci gəlirsə, bunun neçə növü olacaq? 2 növü. Baxan kimi də biləcəyik, bax, bu şərt blokudur, bu çəkdiklərimdə hesab blokudur. Sonra bir dənə də şərt bloku. Sizcə bunun hansı tam budaqlanan, hansı natamam budaqlanandır? İkincisi Birinci tam natamamdır. bloklanır, ikinci yan natamandır. Ay, sağ ol. Baxan kimi görürəm ki, bu tamdır, ikinci də natamam. Əgər şərt blokudursa, bu şərt blokudur. Hər iki qolunda hesab bloku varsa, bu tam. Şərt blokunun yalnız bir qolunda hesablama varsa, bu natamamdır. Şu, bu qədər sadə. İndi sizcə dövrə alqoritmin neçə növü olmalıdır? 3. 3 dənə. Ay, sağ ol. Bəli, çünki üçüncü gəlir. Sonra bax, yenə də romb, hesablama. Bütün işlər bunların başındadır. Bax, yenə də hesablama, romb. Sizcə ön şərtli hansıdır, son şərtli hansıdır? Ön şərtli birinci, son şərtli ikinci. Ay, sağ ol. Yəni qeyri-adi bir şeyə ehtiyac yoxdur. Bu şərt blokudur, bu da şərt blokudur. Şərt bloku birinci gəlibsə ön şərtli, şərt bloku ikinci gəlibsə son şərtli. Hə, bax bir dedik 3 növ var axı bunun. Ön şərtli, son şərtli, biri də bayaqlar dedim, izah eləyəcəm. Odur. Modifikasiyalı, bax 6 bucaqlı. Sizi heç qorxutmasın. Çox maraqlıdır. Bax, modifikasiya bloku. Bunun içində ədədlər verir. Məsələn, i-nin qiyməti bərabərdir. 1,10,3. Uşaqlar, nə deməkdir bu? i-nin qiymətləri 1-dən başlayacaq, 10-da bitəcək və 3 addımlayacaq. Yəni, baxın, birinci 1 olursa, sonra nə olur? 4, 4 olacaq. Ay, sağ ol, 4. Çünki dedik, 300 artacaq. Sonra 7, sonra 10. 10. Burada birdən 9 olsaydı, nə olacaqdı? 1, 4, 7, 10 olacaqdı. olmayacaq. Olmayacaq. Ay, sağ 10 ola bilməz, çünki biz son sərhədi 9 qoymuşduq. Bu da aydındır. Bəli. Bəli. Mənim şey 3 Yəni, dənə misal olur. çəkirəm. 3 dənə olur, məndə də. Həmişə belə 3 dənə olur, yoxsa fərqli? Yox, 3 dənə olur. Biz hələ ki 3 dənəni bilməliyik. Bəli, 3 dənə olur deməli. 3, 30, 8. Bu nə olur? 3, 11, 3, 11, 19, 27. aha, sonra ola bilməz. Düzdür? Çünki 30 keçəcək. Uşaqlar, kimin bura qədər sualı var? Əla. Yoxdursa, onda gedək testlər üzərinə baxaq. Bax, çox diqqətlə xahiş edirəm, baxın. Bu sağ tərəfdə gördüyünüz alqoritm, o qırağındakı çərçivədə, bu kvadrat olan çərçivədə alqoritmə aid deyil. Hansı növ alqoritmdir? Xəttidir, budaqlanan yoxsa dövrüdür? Natamam Budaqlanan da. budaqlanan. Budaqlanandır müəllim. Sonra kim nə deyir? Dövrüdür uşaqlar. Hətta burada yazılır son şərtidir. Baxın, niyə dövrüdür? Bax, buradan gəlir aşağı, təzədən qalxır yuxarı. Bax, belə oxu gördünüzsə, aşağıdan yuxarıya qayıtmaq gördünüzsə, bu dövrüdür.
Özə ön şərtlidir, son şərtlidir, son şərtlidir. Çünki hesablama birinci gəlir, şərt bloku sonra gəlir. Onda mən Gəl- yox olsaydı axırıncı ilə bitəcəkdi, yəni. Hə olduğu üçün geri qayıdıb. Ay sağ ol, bəli. O budaqlanmada ya sağa gedir, ya sola gedir, amma geri qayıtmır. Amma dövrü alqoritmində geri qayıdır. Baxın, S 297-dir. Düşürəm aşağı. S-i neyniyir? 3-ə bölür. Onda S-in qiyməti nə olur? 99. Uşaqlar, hər if yeni qiymət alırsa, S bax burada 99 oldu, burada 297. Əvvəlki qiyməti artırır gedir. Sonra, sizcə sonra nə olacaq? Bax, bura düşsək. 99 15-dən böyük olacaq da. Ay sağ ol. 99 15-dən böyükdür. Hə. Bax, görsən qaytardı məni yuxarı. Yenə də 99-u 3-ə böləcək bax burada. 33. Yenə əvvəlki qiyməti artıram gedir. Yenə soruşur. 33 15-dən böyükdür. Bəli. Qalxıram yuxarı. Yenə bölür 3-ə. 11. 11 15-dən böyükdür. Xeyr. Yox. Onda S-in qiyməti nə olur? 11. Çox. Bildiniz indi bunun məntiqini? Onun nəticəvliyi 11 olurdu onda. Bəli, bəli. Ən son qiymətin nəticəsi 10 götürürsünüz. Bəli. Başa düşdünüz uşaqlar bax bunu. Bəli, bəli. Bəli. Əla. İndi qalx getdik bunun. Bunu da izah edeyim sonra. Burada qəşəng burada bir sual var. Aha. Modifikasiya blokudur. İ'nin qiymətlərini tapın görək. Nə olacaq i'nin qiymətləri? Burada. 2-dən 2, 5, 5, 10-a qədər 300. 5, 2, 5, 8. 8. Ay sağ ol. 2, 5, 8. Bax bunu tapdınsa, tabi bununla işiniz qalmadı. Bunu silin getsin. Neçə dəfə dövr eləyəcək? Kim deyər? 3 dəfə. 3 dəfə. Ay sağ ol. Hardan bildik? Bu deyə buradan. Çünki 3 dənədir. Bəli, necə dövr Qiymət eləyir? var. Ay sağ ol. Götürürəm ikincini, daha doğrusu birincini, 2-ni. Düşürəm aşağı. Heç nə, adi yəni uşaq oyuncağıdır. S-i vurur i-yə. S-in qiyməti nədir? 1. 1, I-nin qiyməti nədir birinci? 2. 2, 1 vur 2. 2. S-in qiyməti elədi 2. Всё. Əvvəlki qiymət gedir. Bax təzədən qoymur getməyə, qaytarır yuxarı. Nə vaxta qədər qaytaracaq? Burada qiymətlər qutarana qədər. Sonra 5-i götürürəm. Düşürəm aşağı. S vur i. Nəyə vuracam kim deyər? 5 5-i 1-ə yerə. vuracaq. Ay sağ ol. S-in qiyməti 2 idi, indi də qiyməti 5-dir. 10. Yox. S-in S-in təzə qiyməti qiyməti 10. 1-dir. Necə? S-in qiyməti 1 deyildi. 2 oldu da. Yox, dəyişdi də. Təzəsi alanda əvvəlkini artırıq. Hə, bildim. Sonra qalxıram 8-i Aha. götürürəm. Düşürəm aşağı. S-in axırıncı qiyməti nə idi? 10. 10, Ay sağ ol. 10. İ'nin axırıncı qiyməti nədir? 8. 8. 8. Çox. S-in qiyməti elə 80. Cavab verdi elə 80. Qeyri-adi bir şey deyil ha. Yəni burada hamı onu 8-ə vura bilir. Bir dənə qaydasını bilmək lazım. İstəsəz bunu screen eləyə bilərsiniz, amma video dərs atacağım, orada var. Bunu deyim. Bax, bunda sının. 1, 2, 2, 5, 8 ardınca. Ah, getdik. Başladıq testlərə. 3-ü yazdıq. Nəzərlər qalacaq, ancaq hesablamalara baxacaq. 5-10 dəqiqədə testlərə baxaq, всё. Deməli, hansına baxırıq? Baxın, bax. İndi 2 dənə səhv edəcəyik burada, bax. 55-ə baxın. Əslində 55 o deyil. Hə, 55-də baxın. A-nın qiyməti 5-dir, amma A təzədən qiymətini dəyişir neçə olur? 11. 11. O dəqiqə 11. əvvəlkini atın getsin. Çünki sizə problem yaradacaq. Sonra B olur A-nın tərsi. -11. Heç nə, suyunu tapmaq üçün A-dan, bax indi o A-nı atmasaydı mən 5-dən çıxacaqdım, cavab səhv çıxacaqdı. Amma bunu atmışam axı. A-dan, yəni 11-dən çıxıram, 2 vur -11. Onda olacaq üstə gəl. 2 vur 11. Bu da eləyir 33. Yox, A var. Yaxşı, 56 hansı növ alqoritmdir?
Xətti. Xətti. Ay sağ ol, xəttidir. Heç bir yerə dönmür. Düz düz. Sonra bax gəldik qəbulun dəfələrlə qəbulun qonağı olmuş 65-66 tipli suallara. Bunun bir dənəsini izah edeyim, diqqətdən qulaq asın. Alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəni 10 qiyməti almışdır. Yerinə yetirilməsi nəticəsində bayaqları özünüz də gördünüz. Nəticəsində ən aşağıda olur, ən yuxarıda. Ən Aşağı. aşağı. Ay sağ ol, ən aşağıda olur. Yəni burada y qiyməti 10 alıbsa, sizcə o bu y-dir, yoxsa aşağıdakıdır? Aşağıdakı. Ay sağ ol, mən rahat şəkildə bunu silərəm. Onun yerinə yazaram bərabərdir 10. Bunun üçün qəşəng bir qayda deyəcəm. Pilləkən həll edəcəyik bunu. Bunu sildim, işim qurtardı. Sonra qalxıram bura. Bir pilləkən yuxarı. Bu x-i götürürəm, bax bu x-i. Gətirib qoyuram bura. X nəyə bərabərdir? Y plus 2-yə. İndi bunu x-i gətirib bura qoysam nə eləyəcək? Y plus 2 plus y bərabərdir 10. Onda 2y bərabərdir 8, y bərabərdir 4. 4. Hayırsa bir pilləkənlə yuxarı qalxanda qabağıma y çıxır. Ucuyata qorxmuram, çünki y tapmışam. Yəni bunu silərəm, bərabər eləyərəm 4-ə. Onda x nə eləyir? 5. 5. B variantı. Bu çətin məsələdir əslində. Bunun uşaqlara başlasana qədər adam bitər olur, amma məncə siz başa düşərsiniz. 66 var, bunu görün yaza bilərsiniz. Yanında qələmi olanlar. Neçəni müəllim? 66. Dörd. Necə yazdın? De görək, zəhmət olmasa. Görək düz yazmışsan. Ən sonda y-in yerinə 25 qoyuruq. Aysa bərabər 25. Onda olur y çıxılsın 7, üstə gəl y Aysa bu bərabərdir x-i 25. gətirib bura qoydun, düzdür? Aha, Aysa y çıxılsın 7, üstə gəlsin bu y. bəli. Bərabər 25. Sonra 2y çıxılsın 7 bərabərdir 25. 2y 32. Y-də 16. Cavab Birazdan 4 burada- edir müəllim. Bəli, gətirib bura qoyuruz. Bəli, x4. Aydındır. Onda zəhmət olmasa Bəli. hamı skrin eləsin. Bax, 69 və 70-i kim tənbəllik eləməsə qrupa yazıb göndərə. Bax, dərsdən dərhal sonra 69 və 70-i. İkilərini də ev tapışın. Sonra növbəti 75 tipli uşaqlar testlərə baxın. 75 tipli testlər necədir? Çox asandır. Bax, burada əgər funksiyası var. Əgər funksiyası necə işləyir? Əgər bu ifadə düz olarsa, onda birincini hesab edir. Özü də yazıb ha, düz olarsa onda birincini, yox, səhv olarsa, əks halda yəni olarsa, o zaman ikincini hesablamalıyıq. Baxın, A-nın qiyməti 10, birinci addım. B-nin qiyməti 15, ikinci addım. Sonra A qiymətini dəyişdi, nə oldu? 11. B qiymətini dəyişdi, nə oldu? 10. Bunlar getdi. Sizcə birincini hesablayacaq, yoxsa ikincini? İkincini. Niyə? Çünki B A-dan böyük deyil. Əksinə. Bəli, B 10-dur, A 11-dir. Bu deyir ki, güya 10 11-dən böyükdür. Yalan deyir. Onda birincini yox, ikincini. S bərabərdir 11 çıxılsın 10, o da bərabərdir 1-ə. A var. Yəni burada yenə deyirəm, düz olarsa, düz desəydi biz birincini hesablayacaqdıq, ikinciyə baxmayacaqdıq. Amma səhv dedilib, birinciyə baxmadıq, ikincini hesabladıq. Sonra 76 tipli suallar sizi qorxutmasın. X 6-dır. Deməli, X 6-dır. Biz burada nə edirik? Gəlirik birinci sağ tərəfləri yoxlayırıq. Bax, buranı.
Sizcə bunlardan hansı bizə düz deyir x6 olarsa? Neçənci sətr? İkinci İkinci sətirdə. değil, müəllim. Bir sətr. Aysa ikinci sətr. Birinci sətr deyir ki, x 5-dən kiçik idi. Yəni 6 5-dən kiçik idi, səhvdir. İkinci sətr deyir ki, 3 deyir ki, 6 7-dən böyükdür. Bu da səhvdir. Amma 2 deyir ki, 6 5 ilə 7 arasında da düzdür. Onda gəlib 10-un qabağındakını hesablayasınız. 36 üstə 6 üstə 1. Yəni x-in yerinə 6 qoyulur da. O deyir 43. Bu belə. Sonra məsələn bax, burada x 9-dur uşaqlar, baxın. Bax x 9-dur. Bu 9-u götürüb aşağı düşsəm, sizcə burada cavab nə olar? 3x kvadratını hesablayırıq. Axırıncı da. Ay sağ ol. Burada da bax x 9 olsa bu səhvdir. Bu da səhvdir. Düz budur. Bəli, 3-ü vurasınız 8-in 9-un kvadratını, o da eləyir 243. Bəs 83-ə baxın. Birincini hesablayaq yoxsa ikincini? Biri. Ay sağ ol. Çünki deyir ki 17 5-dən böyük bərabərdir, düzdür. O zaman birincini hesablayır. Yəni ikinciyə ehtiyac yoxdur. X bərabərdir f. Yəni 17 idi. Çünki burada x-i tapıb, x-də də 17 verir. Bu uşaqlar bizim alqoritm dərsimiz. Bu qısa dərsdir deyə biraz tez bitirdik. Amma gələn dəfə harda keçirsəm onu inşallah 1 saat yarım, yəni 1 saat 20 dəqiqə falan çəkir. Sualınız varmı dərslə bağlı? Xeyr müəllim. Xeyr, müəllim. Əla. Mən indi qrupa video dərsdə göndərəcəm. Test yazmağınıza ehtiyac yoxdur. Yəni həqiqətən ehtiyac yoxdur. Sadəcə olaraq dərsə baxın. İstəyən qeyd götürər, istəyən nə bilim özü üçün nəsə eləyər. Bu qədər. Gecəniz xeyrə qalsın o zaman. Nəsə də lazım olsa mənə yazarsınız. Mən göndərərəm. Oldu. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.